Salam və vaxtınız xeyir dəyərli izləyicilər. Xoş gördük əziz Azərbaycan dili ədəbiyyat həvəskarları. Mən Azərbaycan dili ədəbiyyat müəllimi Qabil Əsgərov, Azərbaycan dili ədəbiyyat mərkəzində bu fənlərin tədrisi ilə məşğulam. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağam. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bu gün izah edəcəyim mövzu feilin təsriflənməyən formaları haqqında olacaq. Daha dəqiq, təsriflənməyən formadan məsdər haqqında olacaq. Ümumiyyətlə, feillər nəyə görə təsriflənəndir, nəyə görə təsriflənməyəndir? Biz əvvəlki dərslərimizdə kifayət qədər bu haqda məlumat vermişik. Bugünkü izah edəcəyim mövzu təsriflənməyən feillər, məsdər, feil, sifət, feili bağlamadır. Bunlardan da ən dəqiq desək, məsdər haqqında olacaq. Ümumiyyətlə, hansı feillər təsriflənən feillərdir, hansı feillər təsriflənməyən feillərdir? Qeyd etmək istərdim ki, feillər şəxsə və cəmiyyətə bəzən də zamana görə, dəyişib-dəyişməməsi baxımına görə iki qrupa bölürdük biz. Var təsriflənən feillər, təsriflənməyən feillər. Belə bir sadə şəkildə yadımızı saxlayaq. Məsdər, feili, sifət, feili bağlama. Bu feillər təsriflənməyən feildir. Məsdər, feili, sifət, feili bağlamadan başqa, bu feillərdən başqa yerdə qalan digər bütün feillər təsriflənən feillərə aid olur. Yəni, feil mövzusunu oxuyan şagirdlərə bu şəkildə qeyd edək ki, feil haqqında olan ümumi məlumatdan idi, imiş isə də daxil olmaqla ora qədər olan bütün feillər demək olar ki, təsriflənən feildir. Belə sadə şəkildə necə yadda saxlayaq? Məsdər, feili, sifət, feili bağlama. Bu üç dənə feillər təsriflənməyən feildir. Harada məsdər, feili, sifət, feili bağlama varsa bunları silirik. Məsdər, feili, sifət, feili bağlamadan başqa yerdə qalan bütün feillər təsriflənən feildir. Biz əvvəlki dərslərdə qeyd eləmişik, bir də xatırladım. Təsriflənən feillə təsriflənməyən feilin fərqi nədir? Təsriflənən feillər şəxsə və cəmiyyətə görə dəyişir. Təsriflənməyən feillər şəxsə, cəmiyyətə, bəzən də zamana görə dəyişməyən feillərdir. Təsriflənən feillərdən fərqli olaraq təsriflənməyən feillər feillə yanaşı ikinci bir nitq hissəsinin xüsusiyyətini daşımış olur. Bugün izah edəcəyim mövzu təsriflənməyən formalardan məsdər haqqında olacaq. Məsdər feillərin başlanğıc formasıdır. Məsdər iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir feilin xüsusiyyətini daşıyır, bir də ismin xüsusiyyətini daşımış olacaq. Demək, təsriflənməyən formalardan məsdər iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır, bir feilin xüsusiyyətini daşıyır, bir də ismin xüsusiyyətini daşıyır. Demək, məsdər sadə feillər, düzəltmə feillər, üstə gəlir bağlaq şəkilsi, mürəkkəb feillər olurdu, heç bir fərqi yoxdur. Yəni, sadə düzəltmə feillər, üstə gələcək bağlaq şəkilsi məsdər əmələ gətirir. Bəzi hallarda məsdər şəkilsi mamə şəklində də işlənə bilir. Tutaq ki, mamədən sonra çox hallarda mənsubiyyə şəkilçisi ola bilər. Tutaq ki, onun gəlməsi məni çox sevindirdi. Yəni, əksər hallarda məsdər maqimə şəklində olur, amma istisna hallarda yenə deyirəm, məsdər mamə şəklində də ola bilir. Bir şərtlə ki, özündən sonra çox hallarda mənsubiyyə şəkilçisi olur. Bəzi hallarda ola bilər ki, mənsubiyyə şəkilçisi olmaya da bilir. Təsriflənməyən formalardan, yəni məsdər, biz dedik ki, iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir feilin, bir də ismin xüsusiyyətini daşıyır. Ümumiyyətlə, istəyir məsdər, istəyir feil, sifət, istəyir feili bağlama. Burada feildən başqa ikinci nitq hissəsi nədirsə, sırf cümlə özünə görə də olur. Tutaq ki, məsdərdə feildən başqa ikinci nitq hissəmiz nədir? İsimdir. İsim cümlə özünə görə nə olur? Mübtədə, tamamlıq, xəbər. Məsdər də adətən olur nədir? Mübtədə, tamamlıq, xəbər olur. İndi növbəti dərslərdə feili, sifət, feili bağlama haqqında da keçəndə də tutaq ki, feili, sifətdə feildən başqa ikinci nitq hissəmiz nədir? Sifətdir. Sifət nə olur? Cümlə özünə görə təyin olur. Demək, feili sifətlə təyin olur, yəni sifətlə eyni xüsusiyyətə malik olur. Şəxs xəbəri şəkilsi qəbul edir, xəbər olur. Sifət necə isimləşəndə isim xüsusiyyətini daşıyıb mübtədə, tamamlıq, xəbər olursa da, feili sifətdə yenə də isimləşəndə mübtədə, tamamlıq, xəbər ola bilir. Feili bağlamada da yenə eyni qaydadır. Feildən başqa ikinci nitq hissəmiz nədir? Zərfdir. Zərf üçün özünə görə nə olur? Zərflik olur. Demək, feili bağlamada zərflik olacaq.
Təsdiqlənməyən formaların demək olar ki, hər üçünə istəyir məsdər, istəyir feil sifət, istəyir feili bağlama, bunlar iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Əsas bizim bugün izah edəcəyimiz məsdər, tutaq ki, dedik ki, oxumaq bu məsdər iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Bir, feilin xüsusiyyətini daşıyır, iki, ismin xüsusiyyətini daşıyır. Bu oldu nə? Təsriflənməyən feil, bu da oldu nədir? Təsriflənən feil. Təsriflənən feillər yerdə qeyd edeyim, feil haqqında ümumi məlumatdan idi, imiş, hissə də daxil olmaqla ora qədər olan hissə. Yəni, belə deyək də, məsdər feil və feili bağlamadan başqa bütün feillər bir də təkrarlayaq, təsriflənən feillərdir. Demək, təsriflənməyən forma olan məsdərin təsriflənən feillər, bir də isimlə oxşar xüsusiyyətləri var. Birinci məsdərin təsriflənən feillər oxşar xüsusiyyətləri hansılardır? Yəni, ortaq sayılar gətir xüsusiyyətləri hansılardır? Xatırladım ki, bu məsdərin feillə olan xüsusiyyətləri feili bağlamada da eynidir. Feili sifətdə də eynidir. Feili sifətdə bir dənə zaman anlayışına malik olur. Amma qalan üçündə də feillə olan xüsusiyyətlər demək olar ki, eynidir. Əsas məsdərin təsriflənən feillə ortaq xüsusiyyətləri hansılardır? Məsdərin təsriflənən feillə ortaq xüsusiyyətləri hər ikisi leksik mənaya malik olur. Yəni, iş bildirən, hərəkət bildirən, hal vəziyyət bildirən, təfəkkür bildirən, nitq bildirən. Demək, hər ikisi nə olacaq? Leksik mənaya malik olurlar. İstəyir məsdər, istəyirsə də təsriflənən feillər hər ikisi qrammatik mənaya malik olurlar. İstəyir məsdər, qrammatik məna, yəni məlum növ, qaydaş növ, məhsul növ, icbar növ, şəxsiz növ bunlardır. İstəyir məsdər, istəyirsə də təsriflənən feillər, hər ikisi təsdiq və inkarda olur, hər ikisi təsirli və təsirsiz olur, bir də hər ikisi ətrafından eləyir, söz toplayır. Bu məsdərin təsriflənən feillə ortaq xüsusiyyətləridir. Bir də var, məsdərin isimlə ortaq xüsusiyyəti. Məsdərin isimlə ortaq xüsusiyyətləri hansılardır? İstəyir məsdər, istəyirsə isim, belə deyək də, isim əşyanın adını bildirir. Məsdər hərəkətin adını bildirir. Yəni, istəyir, belə deyək də, məsdərin istəyirsə isimin müəyyən ortaq xüsusiyyətləri var. Hər ikisi cümlə özünə görə mübtədə tamamlıq ola bilir. Misal üçün, deyirəm ki, oxumaq xoşuma gəlir. Birində də deyirəm ki, tutaq ki, kitab maraqlıdır. Hər ikisi cümlə özünə görə mübtədə oldu, hər ikisi cümlə özünə görə tamamlıq oldu. Şəxs xəbəri şəkilsi qəbul edək xəbər olur. Demək, məsdərin isimlə ortaq xüsusiyyətləri nədir? Hər ikisi cümlə özünə görə mübtədə tamamlıq olur. Şəxs xəbəri şəkilsi qəbul edək xəbər olur. İstəyir məsdər, istəyirsə isim, hər ikisi mənsubiyyətə görə dəyişir. Tutaq ki, mənim oxumağım, mənim kitabım, hər ikisi hallanır. Tutaq ki, oxumaq, oxumağın, oxumağa, oxumağı, tutaq kitab, kitabın, kitaba, kitabı. Hər ikisi də nə olacaq? Qoşmalarla neyniyir? İşləndir. İsimdə olan, məsdərdə olmayan bəzi xüsusiyyətlər ola bilər. Yəni, məsdər ola bilər ki, cəmlənə bilmir. Məsdər, tutaq ki, ümumi xüsusi olmur. Məsdər, konkret mücərrəd anlayışı bildirmir. Amma bəzən ola bilər ki, biz dedik ki, isimdə olub, məsdərdə olmayan xüsusiyyətlər içərisində cəmlənmə hadisəsi var da, düzdürmü? Amma bəzi hallar olacaq ki, Azərbaycan dilində müəyyən istisnalar olur. Qeyd etmək istəyərdim ki, heç zaman, ümumiyyətlə, Azərbaycan dili qaydasında istisnalar heç bir halda qaydanı pozulur. Amma müəyyən hallar ola bilər ki, məsdər cəmlənə bilir. Nə zaman cəmlənə bilir? Əgər üçüncü növ təyini söz birləşməsini, tutaq ki, deyirəm ki, onların oxumaqları mənim xoşuma gəlmir. Düzdürmü? Bu halda üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi məsdərlə ifadə olunursa, bu hallar istisnalıq təşkil edir. Bu hallar məsdər cəmlənə bilir. Digər hallarda məsdər cəmlənə bilmir.
Demək, isimdə olan məsələdə olmayan xüsusiyyətlər nədir? Məsələ cəmlənə bilmir, amma istisna hallarda üçüncü növ təyinli söz birləşməsinin ikinci tərəfi məsələlə ifadə olunursa, bu halda məsələ cəmlənə bilir. Onların oxumaqları mənim xoşuma gəldi. Nə onların oxumaqları? Bir də məsələ ətrafına topladığı sözlərlə bir yerdə tərkib əmələ gətirir. Tutaq ki, deyirəm ki, gündəlik dərslərini yaxşı oxumaq, gündəlik dərslərini yaxşı oxumaq. Nə? Gündəlik dərslərini yaxşı oxumaq. Bütöv nə əmələ gətirdi? Tərkib əmələ gətirdi. Bu oldu nə? Məsələ tərkibi. Diqqətinizə görə təşəkkür.